Qurban müəllim ağzını açıb nəsə istəyən kimi hamı deyir ki, hər şey Qarabağ hesablanıb, hər şey Qarabağın uğuru üçün hesablanıb. Yəni bəzi reallıqlar təəssüf ki, görmürük, görmək istəmirik. Bəli, əsasnamə pozulmur. Neftçinin bugün imtina etməsi də tam loyaldır, hüquqi cəhətdən haqqı var. Amma digər tərəfdən Qarabağda başa düşüləndir ki, düşünün 21-i Neftçi ilə oynayırsanız, amma məcbur futbolçu olmusun. 21-i Neftçi ilə oynayırsan, 21-i bitdi. 22-si yola çıxırsan, Newcastle Liverpooldan da ağır səfərdir. 8 saatlıq yoldur, Şotlandiya ilə sərhəddir. Newcastle-a gedirsən, 22-si bitdi, otelə yerləşmə var, hava limanına getmək var. Bilirəm, onların hamısı təcrübədən bilirəm ki, yəni siz özünüz də bu yolun özü bir düzdür. İndi Neftçiyə ayrıca təşəkkür də düşür ki, oyunu təxirə salınmağına. Ən azından sonunda razılaşma əldə olundu. Verdilər. Onun özü bir belə deyək, futbolumuz üçün, Qarabağ üçün bir jest idi. İstənilən halda futbolçuların yüklənməsi. Bilirsiniz, biz bugün müqayisə edirik. Newcastle 2 gündən bir, 3 gündən bir oynayır. Amma Newcastle-da bu təməl belə qurulub. Həm uşaq futbolundan belə qurulub, həm də illərdir, bəlkə də 10 illərdir bunlar bu rejimdə belə deyək çıxış edirlər. Zaman onu müqayisə edirik, Newcastle oynayır. Onda gələk müqayisə eləyək ki, Newcastle hansı meydanda oynayır? Mən yaxşı mövzuya toxunacaqdım ki, bizim yeni Qarabağın belə deyək Avroliqalarda uğurlu dönəm başlayanda biz çox oyunları təxirə salınır. Təxirə salınır. Sonradan həm Qarabağ özü məşqçilər heyəti gördü ki, yox, bunlar Avropaya uyğunlaşmaq lazımdır. Artıq son illərdə çox az olub ki, oyunlar təxirə salınıb. Onlardan da biri təsnifat mərhələsində ümumiyyətlə təxirə salınmalara getmir Qarabağ. Burada biz oyundan qabaq da verilişdə burada danışanda qeyd elədik ki, bugün həqiqətən futbolumuzun tarixi gecədir. Yəni bir Azərbaycan komandasının Çempionlar Liqasının play-off mərhələsində iştirakıdır bugün. Yəni bu həqiqətən illər öncə ağlımıza gələcək bir hətta yuxumuza belə girə bilməzdik ki, belə bir şey ola bilər. Ona görə futbol ictimaiyyəti olaraq hamımız bir yerdə belə düşünürdük ki, birləşib Qarabağın bu uğurunu daha da dəstəkləməliyik. Yəni ümumi götürəndə azarkeşlər də, izləyicilərimiz də görürəm ki, bölünmə var. Bəli. Pozitiv yanaşan var, həm hesaba, həm oyun təxirə salınmasına negativ yanaşanlar var. Hərəsi özünə görə haqlıdır, amma yenə də Qarabağın bugünkü vəziyyətə gəlməyində, daha doğrusu izləyicilərin bu düşüncələrə gəlməyində Qarabağın özünün böyük əməyi var. Ki, Qarabağ bizdən gözləntiləri bu səviyyəyə gətirib ki, biz gözləntilərimiz onlardan böyükdür. Ki, futbolda da o həmişə olmur, həmişə daha doğrusu yaxşı olmur. Məğlubiyyət də var, heç də var, böyük hesablı məğlubiyyət də var ki, təəssüflər olsun ki, bugün belə bir böyük hesablı məğlubiyyət qeydə alındı.